Salam, mən Arif Qərim. Bu gün sizə tanıdığımız dünyanı formalaşdıran möhtəşəm ixtiralardan danışmayacağam. O ixtiraların arxasındakı gizli dramlardan, haqqı tapdanan, ideyaları oğurlanan və adları tarixin tozlu rəflərində unudulan dahi insanlardan danışacağam. Həyatı boyu bir dəfə də olsun əlinə lehimləmə aparatı almayan, fiziki qanunlardan xəbərsiz olan bir iş adamının adı bu gün dərsliklərdə dünyanı işıqlandıran dahi kimi tanınır. Digər tərəfdən, laboratoriyasında tək başına müasir dünyanı quran bir vizyoner isə otel otağında tamamilə tənha və yoxsulluq içində can verir. Bizə öyrədilən elm tarixi çox vaxt qaliblərin yazdığı bir nağıldır. Amma nağılların pərdə arxası həmişə fərqli olur. İntellektual mülkiyyət, patent müharibələri və şöhrət hərisliyi. Bu gün elm dünyasının ən böyük ideya uğurlarını və tarixin ən böyük haqsızlıqlarını sənədlərlə vərəqləyirik. Hazırsınızsa, başlayaq. İntellektual oğurluq və haqsızlıq deyəndə ağla gələn ilk iki isim şübhəsiz ki, Thomas Edison və Nikola Tesla'dır. Populyar mədəniyyət Edisonu böyük bir ixtiraçı kimi təqdim etsə də, tarixi arxivlər onun daha çox amansız bir iş adamı və başqalarının ideyalarını mənimsəməkdə usta bir patent holdusu olduğunu deyir. Tesla 1884-cü ildə Nyu-Yorka gələndə cibində sadəcə bir neçə qəpik və Edisonun Parisdəki həmkarı Charles Batchelordan gələn bir tövsiyə məktubu var idi. Məktubda belə yazılmışdı: "Mən dünyada iki böyük adam tanıyıram. Biri sən, digəri isə bu gənc oğlandır." Edison Teslanı işə götürdü və ona özünün səmərəsiz sabit cərəyan generatorlarını təkmilləşdirməyə tapşırdı. Əgər bunu bacarsa, Teslaya bugünkü pulla təxminən 1 milyon dollara bərabər olan 50 min dollar mükafat vəd etdi. Tesla aylarla, gecə-gündüz işləyərək generatorları tamamilə yenidən qurdu və şirkətə böyük pullar qazandırdı. Mükafatını tələb edəndə isə Edisonun cavabı tarixə bir xəyanət damğası kimi düşdü. Tesla, sən bizim Amerikalı yumorumuzu hələ başa düşməmisən. Edison Teslaya pul əvəzinə sadəcə həftəlik bir neçə dollar maaş artımı təklif etdi. Tesla dərhal istefa etdi. Amma hekayə bununla bitmir. Edisonun ən böyük uğuru sayılan közərmə lampası belə onun orijinal ixtirası deyildi. Lampanı ilk dəfə İngilis alimi Joseph Swan icad etmiş və patentləşdirmişdi. Edison sadəcə Swanın lampasındakı kömür lifini təkmilləşdirərək onu kommersiya məhsuluna çevirdi. Swan İngiltərədə məhkəməni qazandı. Edison məcburi şəkildə Ediswan adlı ortaq bir şirkət qurmalı oldu. Amma Amerikada bütün şöhrəti öz adına çıxarmağı bacardı. Tesla isə fərqli bir dahidir. Onun icad etdiyi dəyişən cərəyan sistemi bu gün evlərimizi işıqlandırır. Edison öz sabit cərəyan sistemini qorumaq üçün tarixin ən çirkin qara PR kampaniyalarından birini başlatdı. Küçələrdə dəyişən cərəyan ilə itləri, pişikləri və hətta sirk fili Topsini kütlənin gözü önündə elektrik cərəyanına verərək öldürdü. Məqsəd Teslanın sisteminin təhlükəli olduğunu sübut etmək idi. Hətta elektrikli stulu ixtira edib onun dəyişən cərəyan ilə işləməsini təmin etdi ki, insanlar bu cərəyanı ölüm xofundan ayırmasınlar. Edison Teslanın radio, fluoresan lampa və uzaqdan idarə etmə ilə bağlı onlarla ideyasını öz laboratoriyasında mənimsəmişdi. Tesla isə illər sonra onun haqqında belə yazmışdı: Edison bir saman tayasında iynə axtaran adama bənzəyir. Əgər biraz riyaziyyat və elm bilsəydi, görəcəyi işin 90%-nə qənaət etmiş olardı. Məktəb dərsliklərini açın. Telefonu kim ixtira edib? Cavab standartdır. Alexander Graham Bell, 1876. Amma bu cavab ABŞ Konqresinin rəsmi sənədlərinə görə tamamilə səhvdir. Telefonun həqiqi ixtiraçısı Antonio Meucci adlı yoxsul bir İtalyan mühaciri idi. Meucci hələ 1850-ci illərdə, yəni Belldən hardasa 20 il əvvəl səsi elektrik naqilləri ilə ötürən və teletrofon adlandırdığı bir cihaz düzəltmişdi. O xəstə yatağında olan iflic həyat yoldaşı ilə evinin zirzəmisindəki laboratoriyasından danışmaq üçün bu sistemi qurmuşdu. Meucci çox yoxsul idi. 1871-ci ildən cihazın patentini almaq istədi, lakin tam patent üçün tələb olunan 250 dolları tapa bilmədi. O dövr üçün bu çox böyük pul idi. O sadəcə 10 dollarlıq keçici bir qeydiyyat sənədi ala bildi. Bu sənədi hər il yeniləmək lazım idi. 1874-cü ildə Meucci'nin artıq o 10 dollara da yox idi və qeydiyyatın vaxtı bitdi. İşin ən qaranlıq məqamı burasındadır. Meucci öz cihazının prototiplərini və çertyojlarını böyük bir teleqraf şirkətinə, Western Union'un laboratoriyasına göndərmişdi ki, bəlkə onunla maraqlansınlar.
Həmin laboratoriyada kim işləyirdi bilirsiniz? Alexander Graham Bell. M3-nin sənədlərinin laboratoriyada itdiyi iddia olunduqdan cəmi 2 il sonra 1876-cı ildə Bell eyni prinsiplə işləyən telefonun patentini aldı. M3 Bell-ə qarşı məhkəmə iddiası qaldırdı. ABŞ Ali Məhkəməsi M3-nin lehinə qərar vermək üzrə idi. Lakin 1889-cu ildə haqqı tapdanan dahi İtalyan tamamilə yoxsulluq içində vəfat etdi. O öləndə məhkəmə işi də hüquqi olaraq bağlandı. Lakin tarix unutmur. 2002-ci ildə, yəni ixtiradan tam 126 il sonra ABŞ Nümayəndələr Palatası 269 nömrəli qətnamə ilə rəsmən bəyan etdi ki, telefonun ixtirasında Antonio Meucci'nin əməyi və elmi uğurları tanınmalıdır və əgər Meucci o vaxt $10 ödəyə bilsəydi, Bell heç bir patent ala bilməyəcəkdi. Yəni Bell dünyanı dəyişən bu ixtiranı açıq-aşkar Meucci'nin masasından oğurlamışdı. 1909-cu ildə Guglielmo Marconi radionu ixtira etdiyi üçün fizika üzrə Nobel mükafatı alanda dünyanın müxtəlif yerlərində əsl alimlər şok içində idilər. Çünki Marconinin istifadə etdiyi bütün patentlər başqalarına məxsus idi. Radio tək bir adamın deyil, Olivier Locke, Heinrich Hertz və xüsusilə də Nikola Tesla'nın kəşflərinin cəmi idi. Tesla artıq 1893-cü ildə radionun əsas prinsiplərini nümayiş etdirmiş və 1897-ci ildə Amerikada əsas radio patentlərini almışdı. Marconi isə güclü siyasi və maliyyə dəstəyi olan bir gənc idi. O Tesla'nın patentlərindən istifadə edərək İngiltərədə və Amerikada öz adına qeydiyyatlar etdirməyə başladı. İlk vaxtlar ABŞ Patent Ofisi Marconinin müraciətlərini rədd edirdi. Çünki ofisin rəsmi hesabatında yazılmışdı. Marconinin iddia etdiyi yeniliklər artıq Nikola Tesla tərəfindən patentləşdirilib və onun ideyaları üzərində qurulub. Lakin Marconinin arxasında dünyanın ən zəngin adamları Thomas Edison və Andrew Carnegie kimi investorlar dayanmışdı. Marconi Wireless Telegraph Corporation şirkəti quruldu. Böyük pullar və siyasi təzyiqlər nəticəsində 1904-cü ildə Amerika Patent Ofisi qəfil və qanunsuz bir şəkildə qərarını dəyişdi və radionun patentini Tesla'dan alıb Marconiyə verdi. Tesla bu xəbəri eşidəndə çox sakit qalmışdı və dostlarına belə demişdi: "Marconi yaxşı oğlandır. Buraxın davam etsin. O mənim 17 patentimdən istifadə edir." Amma bu əlaçıqlıq Tesla'nın sonunu gətirdi. Marconi varlandı, Nobel aldı. Tesla isə müflis oldu. Haqq-ədalət yalnız Tesla'nın ölümündən bir neçə ay sonra 1943-cü ildə yerini tapdı. ABŞ Ali Məhkəməsi Marconinin patentlərini ləğv edərək radionun əsl sahibinin Tesla olduğunu rəsmən tanıdı. Amma nə fayda? Tarix dərslərində hələ də Marconinin adı yazılmaqda davam edir. İndi isə elmin ən toxunulmaz zirvəsinə, dərsliklərin böyük dahi kimi göyə qaldırdığı Sir Isaac Newtona nəzər salaq. Newtonun misilsiz zəkası müzakirə olunmazdır. Lakin onun xarakteri, rəqiblərini məhv etmək üçün apardığı amansız kampaniyalar və başqalarının ideyalarını mənimsəmə üsulları elm tarixinin ən qaranlıq səhifələrindəndir. Newtonun ən böyük intellektual toqquşması müasir riyaziyyatın və mühəndisliyin təməli sayılan diferensial və integral hesabının kəşfi üzərində Alman filosofu və riyaziyyatçısı Gottfried Leibniz ilə baş verib. Newton bu riyazi sistemi hələ 1660-cı illərdə inkişaf etdirdiyini iddia edirdi. Lakin o öz işini heç yerdə nəşr etdirməmişdi. Leibniz isə tamamilə müstəqil şəkildə eyni sistemi kəşf etdi və 84-cü ildə çap etdirdi. Bu gün riyaziyyatda istifadə etdiyimiz o integral işarəsi və düsturlar Newtonun deyil, məhz Leibnizin tapdığı formalardır. Leibniz öz işini çap edəndə Newton qəzəbdən dəliyə döndü. O, Leibnizin illər öncə onun bəzi qeydlərini götürdüyünü və ideyalarını ondan oğurladığını iddia etdi. İş o yerə çatdı ki, bu elmi mübahisəni həll etmək üçün London Kral Cəmiyyətində xüsusi bir komissiya yaradıldı. Bəs o komissiyanın rəhbəri kim idi? Newtonun özü. Newton komissiyanın üzvlərini öz tərəfdarlarından seçdi. Leibnizin müdafiə sənədlərini gizlətdi və komissiyanın yekun hesabatını anonim olaraq şəxsən özü yazdı. Hesabatda Leibniz rəsmən plagiat, oğru elan edildi. Leibniz ömrünün sonuna qədər bu böhtandan təmizlənə bilmədi və yoxsulluq, tənhalıq içində vəfat etdi. Newton isə illər sonra dostlarına fəxrlə belə deyəcəkdi: Leibnizin ürəyini qırmaq mənim üçün böyük zövq idi. Ancaq Newtonun tək qurbanı Leibniz deyildi. Ümumdünya cazibə qanunu əsasını təşkil edən tərs kvadrat qanunu əslində onun rəqibi Robert Hooke'a məxsus idi.
Huk bu ideyanı Newtona yazdığı məktublarda bölüşmüşdü. Newton öz şah əsəri olan Prinsipiya kitabını çap edəndə Hukun adını tamamilə sildi. Kral cəmiyyətinin rəhbəri olandan sonra Newton daha da irəli getdi. O, Hukun laboratoriya cihazlarını rəfə qaldırdı. Onun elmi yazılarını yox etdi və cəmiyyətin binasındakı yeganə rəsmi Robert Huk portretini divardan endirib yandırdı. Bu gün tarixin ən böyük alimlərindən olan Robert Hukun bir dənə də olsun orijinal portretinin qalmamasının səbəbi Isaac Newtonun şəxsi qisasıdır. Əziz maarifçilər, gördüyümüz kimi bu gün bəşəriyyətə yön verən texnologiyaların bir çoxu əslində qaranlıq otaqlarda qurulan intriqalarla, pulla və ya siyasi güclə sahiblərini dəyişib. Edison, Bell, Marconi, onlar bəlkə də böyük marketoloqlar, sistem qurucuları idilər. Amma Meucci, Tesla, Swan, onlar əsl vizyonerlərdir, ideya ataları idilər. Tarix bizə öyrədir ki, bir ixtiraya adınızı yazdırmaq üçün sadəcə dahi olmaq bəs etmir. Həm də amansız və sistemin içində oynamağı bacarmalısınız. Amma bəşəriyyətin vicdanı həmişə gec də olsa gerçək sahibinin adını ucaldır. Bugün biz o insanları minnətdarlıqla anırıq. Çünki onlar dünyanı zəngin olmaq üçün deyil, kainatın sirlərini açmaq üçün dəyişdilər. Bəs siz necə düşünürsünüz? Sizcə bir ixtiranın sahibi onu ilk ağlına gətirənindir, yoxsa onu dünyaya tanıdan və satan şəxs? Fikirlərinizi şərhlərdə mütləq bölüşün. Mən Arif Qərib. Növbəti videoda tarixin fərqli bir qaranlıq səhifəsində görüşmək ümidi ilə. Elm və işıqla qalın.